Təbii, bugünkü hadisənin nəticələrini, məhkəmə prosesinin artıq uzun müddət idi ki, davam edən məhkəmə prosesini beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ictimaiyyəti və erməni ictimaiyyəti də gözləyirdi və nəhayət ki, bugün qərar elan olundu və Ruben Vardanyana 20 il həbs cəzası verildi və proses ümumiyyətlə necə yekunlaşdı, daha ətraflı həmkarım Südabə Cahangirli bizə məlumat verəcək. Eşidirsə onu salamlayırıq. Salam Südabə, buyur, söz sizdə. Bəli, Ruben Vardanyanın bir ildən çox müddətə Bakı məhkəmə kompleksində keçirilən açıq məhkəmə prosesi bu günləri başa çatdı. Məhkəmənin hökmü ilə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ruben Vardanyan məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olundu. O cəzasının 10 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinə ötən il yanvarın 17-sində başlanılmışdı. Bir il müddətinə bu zalda Bakı məhkəmə kompleksində məhkəmə istintaqı aparıldı. Yüzlərlə zərər çəkən və zərər çəkmişin hüquqi varisi ifadə verdilər. İfadələrində hansı şəraitdə zərər çəkdiklərini, əzizlərini, doğmalarını necə itirdiklərini, baş vermiş hadisələr zamanı nələrin yaşandığı barədə məhkəmədə danışdılar və qeyd edək ki, eyni zamanda bir il müddətinə məhkəmə istintaqında yüzlərlə sənəd məhkəmə istintaqında tədqiq olundu, araşdırıldı, subutlar, faktlar, eyni zamanda video materiallar, fotomateriallar nümayiş etdirildi. Ruben Vardanyan isə məhkəmədə sərbəst ifadə verməkdən imtina etdi, amma buna baxmayaraq bir il davam edən məhkəmə istintaqı zamanı o olduqca çoxsaylı vəsadətlər təqdim etdi məhkəməyə. Eyni zamanda onun vəsadətlərinin böyük bir əksəriyyəti qanunvericilik çərçivəsində olan vəsadətləri təmin olundu. Qeyd edək ki, Ruben Vardanyan həmin vəsadətlərini təqdim etməsi üçün, eyni zamanda fikirlərini çatdırması üçün ona özünün istəyinə uyğun olaraq rus dilində tərcüməçilər ayrılmışdı. Eyni zamanda onun özünün istəyinə uyğun olaraq həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı özünün istəyinə uyğun olaraq hüquqlarını vəkili müdafiə etmişdi. Amma məhkəmənin gedişatı zamanı o vəkilindən, özünü seçdiyi vəkilindən imtina etdi. Bundan sonra ona Azərbaycan dövlətinin vəsaiti hesabına yeni vəkil təyin olundu və həmin vəkil də Ruben Vardanyanın sonadək hüquqlarını təmin etdi. Məhkəmə prosesi yekunlaşdıqdan sonra tərəflər çıxış etdilər və dövlət ittihamını əvvəlcə müdafiə edən prokurorlar çıxış etmişdi. Onlar Ruben Vardanyanın cinayət əməllərinin məhkəmə istintaqı zamanı, daha doğrusu ona qarşı irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı subuta yetirildiyini bildirmişlər və onun ömürlük azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Onu da qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunurdu. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq, işgəncə, Azərbaycan dövlətinin sərhədlərini qanunsuz keçmə, konstitusiya quruluşunu dəyişmə və digər maddələri ilə ittihamlar irəli sürülürdü. Zərər çəkmişlər də son sözlə çıxış etdilər. Onların hüquqi varisləri də bildirdilər ki, Ruben Vardanyan bu hadisələr zamanı dəymiş zərərə görə onlar Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə isə sonuncu iclasda Ruben Vardanyanın özünə son sözlə çıxış etmək üçün imkan yaratdı. O da son sözünü məhkəmədə bildirdikdən sonra məhkəmə yekun qərar qəbul etmək üçün müşavirəyə getmişdi. Bir qədər əvvəl isə müşavirədən gələn məhkəmə heyəti həmin yekun qərarı elan etdi. Bizim hələlik çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır. Təşəkkür edirik Südabə və bəli, məhkəmə prosesindən yekun qərarı, ümumiyyətlə prosesin gedişatını həmkarım Südabə bizə çatdırdı. Hər şey